Salam əziz izləyicilər. Yeni bir mövzu ilə gəlmişəm. Mövzu nəyə həsr olunub? Valideyn narahatçılığına həsr olunub. Valideynləri ümumiyyətlə narahat edən məsələlər çoxdur. Nitq qüsurlarıyla bağlı qayğıları çoxdur. Bu qayğıları artıran bir səbəb də var ki, bəzi mütəxəssislərin uşağa qoyduğu diaqnozdur və bu diaqnozdan da narahat olan valideynlərdir. Qəbuluma uşaqlar gəlir, müayinə eləyirəm, hardasa hansısa mərkəzdən, hansısa bir mütəxəssisin qəbulunda olublar, diaqnoz qoyulub. Mən də müayinə eləyirəm. Bəlli olur ki, məsələn, çox sadə, çox adi nitq qüsurlarından biri var uşaqda, təzahür eləyir. Bu da nədir? Pəltəklikdir. Valideynə izah edirəm ki, sənin uşağın pəltəkdir. Hərf səhvləri var. Valideyn deyir ki, yox, ola bilməz, mənim uşağım dislaliyadır. Deyirəm, dislaliya da elə pəltəklikdir də. Dislaliya elmi adıdır. Pəltəklik loru bizim el arasında dediyimiz bir kəlmədir. Deyir, loqoped bizə deyib dislaliyadır. Elə tərzdə deyib ki, biz də qorxmuşuq, çox təşviş keçirmişik. Mənə pis təsir eləyib. Elə valideyn var, deyir, mən depressiya vəziyyətinə düşmüşəm ki, bu dislaliya nədir? Və yaxud dislaliya, disleksiya olsun, laqonevroz olsun, kəkələmə olsun. Yəni bu qoyulan diaqnozlar elə tərzdə deyilir, elə tərzdə qoyulur ki, valideynlər baxıram ki, narahatdırlar. Loru dildə sadəcə izah eləmək lazımdır. Mənim də məsələn həmişə istəmişəm ki, valideynin loru dildə izah eləyim. O cümlədən mənim videolarım, çəkilişlərim də loru dildədir. Asan dildə başa salmaq istəyirəm. Yəni bu dislaliyadır, disleksiyadır, loqonevrozdur, disqrafiyadır və bəzi terminlər var ki, onlar sizə qoyulanda, uşağa qoyulanda diaqnoz. Siz narahat olmayın. Onun açıqlamasını, loru dildə mütəxəssisdən açıqlamasını tələb eləyin. Ki, ay loqoped, bəs bu nə deməkdir? Sadəcə dislaliya pəltəklik deməkdir. Bu videonu niyə görə çəkirəm? Çünki bir valideyn deyil, bir neçə valideyndə artıq mən bunu müşahidə eləmişəm ki, bu qoyulan diaqnozlar onları narahat eləyir və təəssüf edici bir hal da odur ki, məsələn, bir loqoped yanına gedirlər, sonra onun dediyi diaqnozla razılaşmırlar, başqa bir loqoped yanına gedirlər. Yəni, burada mən qınaya bilmirəm, valideyni də qınaya bilmirəm. Çünki inamsızlıq, şəxsi mənfəət naminə iş görən, manipulyasiya eləyən, şirin dilini işə salıb uşağı mərkəzə cəlb eləmək istəyənlər var. Ona görə də bu videonu çəkmək qərarına gəldim ki, valideynlərə bir kömək olun, maarifləndirin valideynləri. Əsla qorxmayın, yəni dislaliya pəltəklik deməkdir. Pəltəklik də nədir? Hərf səhvlərin qüsurlu tələffüzüdür. İki formada pəltəklik var, dislaliya var. Biri sadə dislaliyadır, biri mürəkkəbdir. Sadə odur ki, məsələn, uşaq 5-6 səsi qüsurlu tələffüz eləyir. Bu 5-6 səsdə populyar pəltəkliyi yaradan hərflərdir. Yəni bunlar bütün pəltəklərdə populyardır. 6 dənə səs: ş, j, k, c, j, l, bir də r. Məsələn, bu səslər əsasən pəltəkliyi yaradan səslərdir. Bu 6 səsdən yuxarı, 7 səsdən yuxarı artıq bir 15 səs, nə bilim, olsun 23 samitin hamısı, bunlar mürəkkəb dislaliya, mürəkkəb pəltəklik sayılır. Bu da bunun izahıdır. Yəni qətiyyən çəkinməyin, narahat olmayın. Buna görə də məsələn üz tutmayın bir loqopeddən başqa loqopedə. Bunu loqoped aradan qaldırmalıdır. Yəni bu səslər aradan qaldırma müddəti də var. Valideynlər onu da sual verirlər. Bu, məsələn, mənim uşağımda 6 səs qüsurludur. Bu nə qədər vaxtda düzələr? Mənə bir neçə ay deyiblər. Bəzi yerdə mənə 1 il deyiblər. Təkcə r səsi üçün 3-4 ay mənə deyiblər. Onu deyim ki, sizlərə, əziz valideynlər, ümumiyyətlə bir günün içində r-dan başqa 5 səsin 5-ini də qoyuluşunu eləmək olur. 45 dəqiqənin içində. Uşaq hamısını tək-tək tələffüz eləyə bilir. Onun yolu, yöntəmi var. Yəni, vizual olaraq uşaq baxır loqopedin ağzına, loqoped dilini, dodağını, dişlərin, məsələn, ara məsafəsi nə qədərdir, onu göstərərək, uşaq da onu yamsılayaraq bu səsləri düzgün tələffüz eləyir. Bir günün içində 4-5 səsi, məsələn, qoyuluşunu eləmək olur. Amma bunu möhkəmləndirmə işi var ki, onlar bir neçə gün, bir neçə həftə çəkir. O möhkəmləndirmə dedikdə nədir? Yəni, səs əvvəl
yanlış tələffüz eləyibsə, amma indi artıq o səsi düzgün tələffüz edirsə, onu möhkəmləndirmək üçün hecalarda, kəlmələrdə, kəlmənin müxtəlif yerlərində, söz birləşmələrində, cümlələrdə, yanılmazda ola bilər, tapmacalarda ola bilər, kiçik mətnlərdə ola bilər. Yəni belə möhkəmləndirmə işi gedir. Və bu minvalla belə hər səs üçün, məsələn, bir səsi bir həftə, maksimum bir həftəyə möhkəmləndirmək, həftədə 2 dəfə loqopedin qəbulunda olmaqla. Məndə belə pəltə uşaqlar adətən həftədə bir dəfə yaxud 2 dəfə gəlirlər. Ondan artıq mən çağırmıram. Ondan artıq çağırmağa ehtiyac da yoxdur. Yəni kim ki həftədə pəltə uşağı 2 hərf, 3 hərfi, 1 hərfdən ötürü uşağı həftənin 5 günü çağırırsa, demək ki bu artıq şəxsi mənfəətə hesablanmış, atılmış addımdır. Burada ancaq mütəxəssis öz qazancını güdür. Sadəcə işləyib tapşırıq vermək lazımdır. Bir dəftərə, vərəqə yazmaq lazımdır ki, bax bunları valideyn evdə eləsin. Valideynə də güc düşməsin, artıq xərc çəkməsin. Yəni bu nitq qüsurları içərisində pəltəylik ən asan korreksiya olunan bir qüsurdur ki, onu aradan qaldırmaq asandır. Yalnız r səsi bu hərflərə nəzərən çox vaxt aparır. Məsələn, r hərfinə görə mənə həmişə yazırlar, suallar verirlər ki, mənim uşağım təkcə r hərfini deyə bilmir. Buna nə qədər vaxt lazımdır? Uşaq olub ki, gəldiyi gün o r səsini alındırmışıq, onun möhkəmləndirilməsi məsələn həftədə bir dəfə gəlməklə 1 ay çəkib. Uşaq da var ki, 1 ay yalnız korreksiya r-nı alındırmaq üçün məşqlər eləmişik. Həftədə bir dəfə gələrək və bir aya alındırmışıq. 1 ayda onun möhkəmləndirilməsi gedib. Belə, yəni uşağa görə nitq qüsuru və yaxud uşağa görə korreksiya işi, möhkəmləndirmə işi dəyişir. Necə dəyişir? Məsələn, uşaq var ki, anlaması çox güclüdür, qavraması çox güclüdür. Valideynin, loqopedin dediyini belə deyək, göydə tutur, icra eləyir. İnkişafı da tez gedir. Uşaq da var, ləngdir, biraz tənbəldir, öz-güvəni aşağıdır, yaxşı cavab vermir və yaxud evdə hansısa bir təmrinləri eləməkdən boyun qaçırdır, yubadır. Belə də artıq o qüsur nisbətən gec düzəlir, inkişaf eləyir. Yəni uşaqdan uşağa dəyişir, amma ümumi götürəndə, yəni bu səsləri korreksiya eləmək an məsələsidir. Hərfi və ya qeyd elədiyim kimi r-dan başqa digər hərfləri korreksiya eləmək, uşağa dedirtmək çox asandır. Burada sizi məsələn kim ki əgər desə ki, yox, bu hərflərdən 6 hərfdən yana siz 6 ay gəlməlisiniz, nə bilim, bir dənə r hərfindən yana 8 ay gəlməlisiniz, yalan deyirlər. Bir məqamı da qeyd edim ki, əgər r hərfi, məsələn, r səsi 2 ay çəkir, artıq 3 ay çəkir, korreksiya olunmursa, onda uşağı loqopedə aparmağa dəyməz. Çünki demək ki, uşağın loqopedi başa düşməkdə çətinliyi var. Uşaq loqopedin nə dediyini anlaya bilmir. Baxmayaraq ki, 6 yaşı var, ona görə də gözləmək lazımdır ki, 7 yaş olsun, 1 yaşda böyüsün. Ümumiyyətlə, nitq qüsurları 7 yaşa qədər düzəlir normalda. Əvvəllər məsələn məktəblər 7 yaşa kimi idi. Sonra bunu elədilər 6 yaş, sonra 5 yaş. İndi valideynlər düşüb dağa daşa 5 yaşında uşağım məktəbə gedəcək və mən necə eləyim, uşağım qüsurlu danışır. Bu təbiidir. 5 yaşlı uşaqların bir qismində yəni nitq qüsuru təzahür eləyir. O da nisbətən gec dil açan uşaqlarda olur. Amma 5 yaşında məsələn uşaqların, əksər uşaqlarda r səsini korreksiya eləmək çox çətindir, çox vaxt aparır. Ona görə valideynin xərcini də nəzərə almaq lazımdır. Böyük qəbahət deyil. Uşaq r səsini 5 yaşında deyə bilmirsə, ay valideyn 6 yaşında gətir, 6 yaşında korreksiya eləyək. Bəlkə 6 yaşına kimi bunun anlaması inkişaf elədi. Bəlkə yox, %100 inkişaf eləyəcək. Yəni hər yaşın özünə məxsusluğu var, özünə uyğunluğu var. Ona görə də biraz da səbr eləmək lazımdır. Yəni bəzən valideyn deyir ki, apardıq, loqoped bizi məzəmmət elədi, bizi tənqid elədi ki, ay valideyn, sən hara baxırsan, sənin uşağın r hərfi deyə bilmir, 5 yaşı var, məktəbə gedəcək, bəs sən bunu niyə saxlamısan? Tez ol gətir, həftədə 4-5 gün biz bu uşaqla məşğul olaq, mərkəz olaraq hələ bir də görsən, bəzi mərkəzlər var ki, təkcə loqopedli iş varsa, psixoloq da yönləndirirlər, əlavə mərkəzə pul qazandırmaq üçün. Yəni, bu 5 yaşında uşağın r hərfini deyə bilməməyi, korreksiya olunmaması, alınmaması qəbahət deyil. Bunu sonraki yaşda da həll eləmək olar. Yəni 7 yaşa kimi bu qüsurlar düzəlir.
7 yaşdan o tərəfə əgər hansısa bir nitq qüsuru qalıbsa, demək ki, loqopedə müraciət eləmək lazımdır. İndi məktəbə görə hər kəs istəyir ki, orada valideynlər, müəllimlər də valideynlərdən tələb edir ki, sənin uşağın qüsurludur, nitqində qüsur var, loqopedi apar. İndi olar 6 yaşında loqoped işləsin. Yəni gözləmək olmaz ki, bu öz-özünə düzəlsin, yox. Amma bəzi hallarda bəzi uşaqlar var ki, onu başa salmaq, onun hansısa hərfin strukturunu izah eləmək çətindir. Uşaq var, deyirsən dilini çölə çıxart, o əksinə boğaza tərəf aparır. Deyirsən dilini boğaza çək apar, nisbətən geriyə çək apar, bir ş-nı deyək, j səsini deyək, o gətirib dilini ağzından çölə çıxardır. Belə uşaqlarda təbii ki, çətindir. Korreksiya işi aparmaq vaxt aparır, vaxt uzanır. Uşaq yorulur, uşaq bezir gəlib getməkdən. Nəticədə heç bir iş hasil olmur. Valideynin də vəsaiti xərclənir. Bunları deməyə özümə borc bildim əziz valideynlər. Nə suallarınız olsa videonun altında yaza bilərsiniz. Vaxt imkan olduqca mən cavablandırmağa hazıram. Həmçinin də mənim TikTokda da səhifəm var, Instagram səhifəm var. Oradan da yaza bilərsiniz. Mən cavablandırmağa hazıram. Videomu bəyənin demirəm. Paylaşmağı da paylaşsanız daha yaxşı olar. Çünki bəzi valideynlər var ki, bu dəqiqə övladı nitqi qüsurludur. Qalıb çıxılmaz vəziyyətdə necə eləyim, məktəbə gedəcək, nə iş görüm, hara aparım. Biraz məlumat istəyir, hansısa bir mütəxəssisin rəyini istəyir. Müraciət eləyir. Əksəriyyət deyir ki, gətir uşağına baxım, hansı ki valideyn ucqar rayonda yaşayır. Bakıya gəlməyə belə bəlkə də yol pulu yoxdur, amma israrla tələb edirlər ki, uşağın gətir baxım, mən fikir bildirim. Hansı ki valideynin bir müraciətinə onlar cavab verib, cavab yaza bilərlər. Vaxt eləyib, hardasa bir valideynin məlumat verə bilərlər ki, valideyn toxtasın. Ona görə mənim bu videomu paylaşın ki, o qəbildən olan valideynlərə çatsın. Kanalı da məhz bunun üçün yaratmışam. Yəni pul qazanmaq naminə bu kanalı yaratmamışam. Sırf insanları məlumatlandırmaq üçün yaratmışam bu kanalı. Bu dəqiqə sosial şəbəkələrdə ancaq çıxıb özünü tərifləyən, mənəm deyən mütəxəssislər var. Onlara görə mən bu kanalı yaratmışam ki, həqiqətləri deyim ki, insanlar kimsə feilinə aldanmasınlar, pullarını xərcləməsinlər. Yaxşı mütəxəssis öz işinlə, öz göstərdiyi, qazandığı nəticələrlə nümunə olmalıdır. Yoxsa mən səhifə yaradım, kanal yaradım, çıxım ancaq özümü tərifləyim, bununla mütəxəssis olmaq olmaz, bununla cəmiyyətə faydalı olmaq olmaz. Yalnız mütəxəssislərə etibar eləyin, dırnaqarası mütəxəssislərə yox. Sağ olun, növbəti videolarımızda görüşmək ümidi ilə. Allah amanında olun.